Salam əziz izləyicilər, bu günləri hazır maya ilə deyil, öz hazırladığım təbii maya ilə çörək bişirmişəm. Yəni öz hazırladığım maya dedikdə ac xəmirləri nəzərdə tuturam. Buna ekşi maya da deyilir, balata da deyilir. Mən ac xəmirə kimi tanıdığım maya ilə xəmiri yoğurmuşam. Özüm hazırlamışam mayanı da. Siz də bu cür gözəl kənd sayağı çörəklər hazırlamaq istəyirsinizsə, videonu sona qədər izləyin. Əvvəlcə 1 kiloqram yarım una, 1 xörək qaşığı yarım duz əlavə eləyirəm. Daha sonra hazırladığım mayanı bura əlavə eləyəcəm, yəni ac xəmirəni əlavə eləyəcəm. Əziz xanımlar, ac xəmirənin hazırlama qaydası səhifəmdə paylaşılıb. Əgər sizin üçün maraqlıdırsa, keçid eləyib baxa bilərsiniz. Bütünlükdə bütün mayanı əlavə eləyirəm unun üzərinə və isti suyunu da əlavə eləyib xəmiri yoğururam. Deməli xəmir suyu apardığı qədər, burada suyun qədərini demirəm, apardığı qədər su istifadə eləyirəm. Bu una qeyd edeyim ki, suyunu biraz bol eləyirəm, amma xəmiri o qədər yoğururam ki, xəmir ta ələ yapışmayana qədər. Yəni həmişəki kimi qeyd edeyim ki, hər dəfə mən xəmiri yoğuranda çoxlu yoğururam. Yəni adicə qarışdırıb bir kənara qoyum, yox. O qədər yoğururam ki, qəşəng yumşaq xəmir əldə edirəm, amma xəmir ələ yapışmır gördüyünüz kimi. Xəmiri hazır eləyəndən sonra üzərini örtüb acmasını gözləyirəm, yəni mayalanmasını gözləyirəm. Çəkik olduğuna görə sobanı istilədirəm, hardasa 50 dərəcədə sobanı əvvəlcə yandırıram, istilədirəm. Daha sonra sobanı söndürüb xəmiri yerləşdirirəm sobaya. Sobanın istiliyində xəmirimiz mayalanır. Xəmir mayalandıqdan sonra 3 kündəyə bölürəm mən bu xəmiri. Deməli, kündənin ikisini baton formasında hazırlayacağam. Birini isə hər dəfə bişirdiyim çörək forması ki var, təndir çörək formasında həmən formada hazırlayacağam. Kündələdikdən sonra burada əziz xanımlar kündəliyib baton forma verməsini burada sizlərə göstərim. Deməli, əvvəlcə xəmiri böləndən sonra 3 hissəyə, ikisini baton elədiyimə görə 2 kündəni kündəliyib, kündələyəndən sonra burada gördüyünüz qaydada əlimlə biraz uzun sov yenidən kündəni açıram və rulon formasında bu formada fırladıram. Listə yerləşdirirəm. Burada listə yağlı kağız yerləşdirmişəm, amma yağlı kağıza nə yağ, nə də un səpməmişəm. Buradan qeyd edeyim ki, çörəyin batonun altına, deməli xəmirin alt hissəsinə yağlı kağız burada yapışdı. Sizə də bildirim ki, siz bu formada hazırlamayasınız. Yəni daha rahatı listə yağ çəkib kündələri yığmaqdır. Çörəyin üzərinə, batonun üzərinə daha doğrusu un səpib gördüyünüz formada yayıram. Yəni bişirəndə üzərinə ayran, yumurta, heç bir şey, nə də yağ, heç bir şey vurmayacağam. Gözləyirəm kündəyə düşsün. Kündəyə düşdükdən sonra üzərindən kəsiklər atıram. İti bir alətlə, lezva olsun, iti bir bıçaq olsun, hər hansı bir alət olsun ki, baton formasını vermək üçün. Əvvəlcədən qızdırılmış sobaya ötürürəm. Deməli, sobanın burada xanımlar soruşur, çörəyi bişirəndə sobanın dərəcəsi nə qədər olur? Ən yüksək dərəcədə, hətta 300 dərəcə olsa belə, 320 dərəcə olsa belə yenə çörək üçün daha əlverişlidir. Deməli, batonları sobaya ötürdükdən sonra axırıncı bir kündəki var, bunu deyirdim. Bunu təndir çörəyi formasında yayıram. Listi də yağladım. Burada yağlı kağızdan istifadə eləmədim. Üzərinə qatığa biraz su qatmışam, ayran əlavə edib çörəyin üzərinə çəkirəm. Burada da xəmirin üzərini çox əlimlə ayranı çəkib uzun müddətli çəkmirəm ki, əlimi sürtmürəm çörəyin üzünə ki, onda xəmir biraz xəşil kimi olur, çörəyin üzünü bozarda bilir. Üzərinə də qara çörək otu səpib ötürürəm sobaya. Hər dəfə qara çörək otundan istifadə eləmirəm. Bu dəfə çörəkdə istifadə elədim. Deməli, batonumuz hazır oldu əziz xanımlar. Üzərinə un çəkdiyim üçün, yəni üzəri gördüyünüz kimi bozarmış formadadır. Yəni belə də olmalıdır. Yəni bu cür istəyirdim, ona görə də üzərinə un səpmişdim. Tam eynən baton formasında kəsib burada iç tərkibində sizə göstərirəm. Çox gözəl qabarıb, büyük yüngül çörəklər alınıb. Burada çörəyin altını da göstərim sizə, hansı ki demişdim yağlı kağız. Baxın, burada bir damcı yağlı kağız elə bil yapışıb. Bəzi hissələrindən qopartdım. Bu hissəsi qaldı ki, sizlərə göstərim. Daha rahatı odur ki, listi yağlayasınız və yaxud un səpəsiz listə o formada çörəyi bişirəsiniz. Yəni yağlı kağıza etibar yoxdur da, belə deyək. 3-cü kündəmiz də hazır oldu təndir çörəyi formasında. Bunun da üzərinə çox vaxtı mən ayran təzədən peçdən, sobadan çıxardandan sonra ayran səpirəm. Bu dəfə yağ çəkdim üzərinə. Çox gözəl rəngi var gördüyünüz kimi.
un vuranda başqa rəng olur, eyni xəmirdən, amma üzərinə ayran vuranda başqa görkəm olur çörəyin rəngi. Burada da kəsib iç tərkibini sizə göstərirəm. Əziz xanımlar, çox gözəl ətri gəlir. İnanın ki, əsl kənddə, rayonda yediyimiz uşaqlığımızın o çörəyinin ətinin dadını alıram bu çörəkdən. Siz də bu qaydada hazırlayın, əminəm ki, razı qalacaqsınız. İzlədiyiniz üçün təşəkkür edirəm. Bəyənməyi də unutmayın.